Deyirlər, insan yaşlandıqca illəri sayır. Mən isə başa düşdüm ki, əslində insan illəri yox, yaşadıqlarını sayır. Bir vaxtlar 33 yaş mənə çox uzaq görünürdü. Elə bilirdim bu yaşa çatanda hər şey mükəmməl olacaq. Bütün arzularım gerçəkləşəcək, bütün suallarım cavabını tapacaq. Amma həyat mənə başqa bir şey öyrətdi. Həyat heç vaxt hazır olmur. Hər səhər yenidən başlayır. Bəzən qazanırsan, bəzən itirirsən, bəzən ən yaxın bildiyin uzaqlaşır, bəzən isə heç tanımadığım biri həyatına işıq olur. Bugün 33 yaşım olur. Keçmişimə minnətdaram, çünki məni mən edən o günlərdir. Əgər həyat mənə bu 33 ildə bir cümlə öyrədibsə, o da budur. Vaxt heç kimi gözləmir. Ona görə də sevdiyini vaxtında sev. Xəyalını vaxtında yaşa. Hər gününü elə yaşa ki, bir gün geriyə baxanda kaş yox, şükür deyə biləsən. Xoş gəldin 33.